İcazə versəydiniz bir neçə dəqiqə, çox qısa bu ayla bağlı, Rəcəb ayla bağlı danışaq. Ümumiyyətlə, insan ömründə bu 3 ay ibadət fəslidir, yenilənmə dövrüdür. Yəni, qəlbin baharıdır, ruhun baharıdır, mənəviyyat fəslidir bu 3 ay. Bu 3 ay ən münasib fürsətdir dəyişmək üçün. Bu 3 ayın xüsusiyyətidir bu, bunda belə bir xüsusiyyət qoyub Allah. Həyat tərzinin dəyişməsi üçün, daxilən təmizlənmək üçün çox gözəl fürsətdir ki, yaxşı oldu ki, elə bu cümə təsadüf elədi. Rəcəb ayının ərəfəsinə mən də bu barədə danışım sizin üçün, qısa olaraq. Allah qonaqlığı deyilən bir anlayış var, obrazlı ifadə deyil. Həqiqətən də insan Ramazan ayında Allah ziyafətinə yollanır. Bu barədə ətraflı keçmişdə danışmışıq deyə dayanmaq istəmirəm. Bu qonaqlıq hazırlıq tələb eləyir. Bu 2 ay Allah rəhməti, öz rəhməti ilə bizə müəyyən edib ki, biz o görüşə, o ziyafətə hazırlaşaq. Bu çox mühüm aylardır. Mən desəm Rəcəb ayının adını bir cümlə ilə necə ifadə eləmək olar? Hansısı bir ifadə ilə Rəcəb ayı haqqında danışmaq olar? Deyə bilərəm ki, Rəcəb ayı ümid ayıdır. Rəcəb ayının xüsusiyyəti budur ki, Rəcəb ayı ümid ayıdır. Bu ay dua ayıdır. Dua nə deməkdir? Dua budur ki, yəni insan ümid edir dəyişilsin nəsə. Duanın içində ümid var deyə dua qiymətlidir. O ki, Allah buyurur Quranda, "Ud'uni əstəcib ləkum." Dua edin, məni çağırın ki, mən cavab verəcəm. Yəni, mənə ümidli olun, nikbin olun, pozitiv olun. Həmişə işıqlı nöqtə axtarın. Yalançı ümid yox. Həyatın çətinliklərini gizlədir, uğurlarını qabardır. Deyir ki, pozitiv ol. Pis şeylərdən danışmaq yox. O pis hesab olunan şeylərdə bütün həyatı olduğu kimi görüb, ümid tapmaq, yaşamaq üçün. Pozitivlik əslində budur. Reallığı gizlədib, özünü aldadıb ümidlənmək yox. Allah bizə reallığı başa salır. Deyir, həyat çətindir, filan filan. Hər şey olduğu kimi deyir. O treninqlərdəki kimi yox. Ya məsələn, səhər verilişlərindəki kimi yox. Nəysə, belə pis şeyləri yada salmayaq, pozitiv olaq. Yox, Allah pis şeyləri də pis sayıla biləcək. Pis şey, ümumiyyətlə, yaxşı şey nisbə anlayışlardır. Bütün bunları xatırladır, sonra deyir, ümidli ol, pozitiv ol. Həyatın bütün çətinlikləri, keşməkeşlərini görə-görə. Ud'uni əstəcib ləkum, dua edin, çağırın, cavab verim. Ən yaxşı fürsət hansıdır? Rəcəb ayı, Şaban ayı, mübarək Ramazan ayı. Siz Allah duasına baxın, görün necə ümid verir. Rəcəb ayının gündəlik duasıdır. Xahiş edirəm, qısa duadır, namazdan sonra hamı oxusun. Oxusun bunu və başa düşərək oxusun. Duanın hamısını tərcümə eləməyəcəm. Onsuz da qısadır, mən 1-2 cümləsini tərcümə eləyəcəm. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu əndə kulli şər. Bu, ya mən ərcuhu li kulli xeyr, yəni ey o Allah ki, bütün xeyirlər ondan gözlənilir mən tərəfindən. Bütün xeyirləri ondan gözləyirəm. Ey o Allah ki, ancaq xeyir intizarındayam. Gözləntim ancaq və ancaq xeyirdir səndən. Və bütün şərlərdən sənə sığınıram. Sənə gəlib sığınanda bütün şərlərdən amanda hiss edirəm özümü. Ey o Allah ki, bütün xeyirlər üçün ona ümidliyəm. Mənim səndən gözləntim ancaq budur ki, bütün xeyirlərdən məni məhrum eləməyəcəksən. Bütün xeyirləri mənə qismət edəcəksən. Sonra, ya mən yu'til kəsirə bil qəlil. Ey, aza çox verən Allah. Az bir işə çox mükafat verir. Bəndənin qızdırması qalxıb deyir, səhərəcən başına dolanır Allah ki, mən buna filan qədər savab yazaram. Namaz qılır, alnını qoyur səcdiyə, deyir, rəhməti ona qədər bürüyür bəndəsin ki, mələklər təəccüb eləyir. Heç nəyə nəzə verir, heç nəyə. Ey aza çox verən, çox gözəl duadır. Ya mən yu'ti mən səələ, ey ondan istəyənə əta eləyən. Kim istədisə kifayətdir, bəxş eləyir. Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifhu. Ey o Allah ki, ondan istəməyənə də verir. Onu tanımayana da verir.
Bütün günü döyüşür, deyir Allah yoxdur. Heç istəmir də. Hamısı Qədir gecəsinin söhbətləridir. Həmişə danışmışam, yenə də danışacağam. Amma heç zaman təkrardan çəkinməyin. Təkrar insanın ruhunda hər dəfə fərqli təsir göstərir. Quranda Allah ona görə bəzi şeyləri təkrar edir ki, ruhda otursun. Demək ki, bildik də, sən hər şeyə qadirsən. Yox, hikmət var. Onu bilsən, belə davranmazsan. Bilmirsən deyə təkrar yadına salır. Deyir, ey tanıyana da, onu tanımayana da verəm. Ondan istəməyənə də. Bunun düz hədisi, rəvayəti budur ki, Həzrəti Musa Allahla münacata gedəndə kafir deyik yolunu kəsdi, dedi ki, Allahla göyə danışmağa gedirsən, cəmaatı dolamısan. Allahla danışmağa gelirsən. Əgər o Allahın varsa denən ki, mən onu heç qəbul eləmirəm, inanmıram, heç onun nemətlərini də istəmirəm. Bugündən məni məhrum eləsin, görüm ki, var. Görüm var da, göstərsin varlığını. Həzrəti Musa gedir Tur dağına münacat eləyir, utanır da, ədəb eləyir. Qayıdır gedəndə Allah deyir, diyan, mənim peyğəmbərim, bəndəmin mənə sözü vardı, çatdır. Deyir, özün şahidsən, mən o sözləri deməyə utanıram. Deyir, de görüm bəndən mənə nə dedi. Dedi ki, mən heç səni tanımıram, heç neymətləri istəmirəm, heç ümumiyyətlə Allahlığı qəbul eləmirəm, heç mənə neymətin də lazım deyil, hünərin var, kəsis neymətimi, göstər ki, varsan. Allah nə cavab versə yaxşıdır, cavab verir ki, mənim bəndəmə mənim salamımı çatdır. Denən ki, o bəndəlikdən əl çəksə də Allahlığımdan dönən deyiləm. Denən bəndəmə arxain elə ki, ona neymətlərimi yenə verəcəm. Neyməti kəsməklə mənə inanmaq lazım deyil. Mən neymətlərimi yağdırmaqda davam edəcəm. Həzrəti Musa gəlir, bu məğrur dayanıb yolun üstündə deyir, dedin Allah'a sözlərimi, deyir, bəli. Deyir, nə dedi? Kəsmir neymətlərin. Deyirdi ki, mənim Allahım əvvəla sənə salam göndərir. İkincisi deyir ki, mənim bəndəm bəndəliyindən əl çəksə də mən niyə Allahlığımdan əl çəkməliyəm? Neymətimi istəmir, istəməsin, verəcəm. O üz çevirir, mən üz çevirməyəcəm. Deyib, bunu danışa-danışa birdən Həzrəti Musa baxdı ona, deyir, gördü, diz çöküb ağlayır. Ağlaya-ağlaya göz yaşı içində dedi ki, Musa nə gözəl Allahım varmış. Mən niyə indiyəcən tanımamışam? Gördün necə inandırdı özünə? Neymətini kəsməklə, yox, neymətini artırmaqla. Dedi, mənə başa sal, necə inanım ona tez? Onsuz qala bilmərəm. Və iman gətirdi. Rəcəb ayının duasında bunu deyir. Deyir ki, ey tanımayana, ondan istəməyənə verəm. Peyğəmbərlərinə, Həzrət İbrahimə deyir ki, Həzrət İbrahim gedir bir kafiri, bunu da eşitmişsin, məşhur rəvayətlərdir. Deyir ki, bir nəfəri götürür, gəlir evinə. Heç vaxt tək çörək yemirdi də, qonaqpərvər adamıydı. Xəlilullahdır, süfrəsində həmişə adam oturur. Gedir, görsün kim var, görür, heç kəs yoxdur. Görür, bir nəfər adam işləyib, yorulub, fəhləd də. Oturub indi, belə deyə də, quru çörəyi atır suyun içinə, sındırır əli ilə. Deyir, dur gəl gedək, sən nahara mənlə qonaq ol. Deyir, əşi, qoy çörəyimi yiyiləm, sən Allah. Deyir, dur gəl, dur gedək. Gətirir evini onu, otururlar Peyğəmbərin süfrəsində, Həzrət İbrahim götürür, Bismillah. Bu da götürür, yeməyə başlayır. Baxır, Həzrət İbrahim biraz tünd gedir də, İbrahim Peyğəmbər. Deyir ki, Bismillahın hanı bəs? Deyir ki, nə Bismillah? Deyir, Bismillah da Allah'ını, deyir, mən Allahsa tanımıram ki, mənə Bismillahla. Deyir, Allah tanımayanla mən bir süfrədə oturmaram, dur. Çıxır, gedir. Deyir, mən deməmişdim, xahiş eləməmişdim, mən evvə çağırasan. Zorla gətirimsən, indi çıxardırsan. Gedir. Cəbrail nazil olur, deyir, İbrahim, 40 ildir, onun ruzusu mənim əlimdeydi Allah. Deyir, bir dəfə sənə tapşırdım, neynədin? Aləm qarışdırdı. Başa düşür, qaçır, qaça-qaça gedir. Yapışır ondan, xahiş edirəm, gəl gedək, deyir, əşki, əl çək məndən, oturub çörəyimi yirdim, yapışdın, gəl, indi təzdən get, gəl, nə istəyirsən sən? Deyir, gəl də, gəl, heç nə. Deyir, Bismillah deməyəcəm, ha mən. Bismillah deməyəcəm. Deyir, eybi yoxdur, nə indirsən, elə gəl. Oturur, çörək yiyəndə deyirsən, kimsən, niyə qovdun məni, niyə təzdən qəbul edin? Deyir, İbrahim eşitmirsən, Xəlilullah, deyir, bəli, o mənəm, Allahın Peyğəmbəri. Deyirən, çox yaxşı, bəs niyə dalımca gəldin? Allah mələk göndərdi, mənə xəbər elədi ki, sənə qarşı insafsızlıq elədin. Deyir, bir an fikirləşdi, dedi ki, dostunu
onu tanımayanın ayağına göndərən Allaha gərək inanasan, gərək ona bəndəlik eləyəsən. Bu Allahı tanıtdırıb Peyğəmbərlər bizə. Bunları başa düşəndən sonra artıq insanın ümidi ki çoxalır, başlayır belə dua eləməyə. Çünki bildi də kimə müraciət edir? Ə'tini bi məsələti iyyək cəmiə xeyrid dünya və cəmiə xeyril axirə. Vasrif anni bi məsələti iyyək cəmiə şərrid dünya və şərril axirə. Bildim ki, sən bu Allahsan, onda cürət tapdım bu şeyləri istəməyə. Nə istəyirəm? Bütün dünya və axirət xeyirlərini mənim səndən istəməyimlə ver. İstəməyənə verirdim, mən ki istəyirəm, ver. Və bütün dünyanın axirətin ziyanlarını məndən uzaq elə. Bunu da mən özüm səndən istəyirəm. Və bu şəkildə Allahla münacat eləyir. Yadda saxlayın, sizin kiçiyiniz kimi, kiçik qardaşınız kimi bunu deyirəm ki, insan Allahdan ümid elədiyi qədər alır. Gözlədiyi qədər alır. Nə qədər gözləyirsən, nə ümid eləyirsən odur. Bu həyasızlıq deyil. Bu rəhmətə sığınmaqdır. Nə qədər deyirən ki, mənim gümanım çoxdur ki, sən məni bağışlayacaqsan. Vəssalam, bundan başqa inanın mənə, heç nə istəmir. İnanın mənə. Kim əksin desə inanmayın. Allah bu qədər istəyir. Və namaz da bunun üçündür. Nədir vacibdir? Bu ümidi yaratmaq üçündür. Yoxsa namaz adamı heç yerə çatdırmır. Namaz insanda özündən ümidsiz eləyir. Adam ibadət eləyir, çarpışır, görür ki, yox, qarşılıq verə bilmir. Qoyur qırağa o mənə yoxsa tərk eləyir. Axıra qədər Peyğəmbər kimi qılır. Amma baxır, görür ki, qılmaqdan bir şey çıxmır. Deyib, bu namazımı bəhanə elə sadəcə. Mən namazımı arxalanmıram. Bu ümid qığılcımı yaratmaq üçündür bütün bu əməllər. Bədir döyüşündə sayınız azdı, Quran buyurur, qalib gəldiniz. Niyə? Çünki sayınız az idi, təchizatınız zəif idi, mənə inanınız güclü idi. Mənə sığındınız, ümidinizə müvafiq davrandım, qələbə çaldınız. Huneyn günü təchizatınız çox, ordunuz güclü, düşməndən qat-qat güclüsüz, amma arxalandınız, təchizatınıza məğlub oldunuz. Sizin mənlə münasibətiniz ümid qədərdir, mənə sığınmaq qədərdir. Qiyamətdə də belədir. Bu hədisdə Qədr gecəsindədir. Siz icazə verin, bu yerdə bunu deyim və sözümü yavaş-yavaş yekunlaşdırım. Həmin o qiyamətin ən qorxulu halında deyib, əmr olunlar ki, bəndəni cəhənnəmə aparın. Qolundan tutub aparırlar. Deyir, görürlər ki, bu arxaya baxır. Cəhənnəmə getmək istəmir elə bil. Deyir, elə bir bəndəmin mənə sözü var, saxlayın. Nə sözüm var? Deyir ki, heç güman eləməzdim, inanmazdım ki, məni cəhənnəmə aparasan. Heç güman eləməzdim. Mən dünyadaykən günah eləyirdim, amma ümid eləyirdim ki, məni bağışlayarsın. Deyər ki, buraxın, qollarını buraxın. Sonra maraqlı söz deyər. Deyər, izzət və cəlalıma and olsun ki, yalan deyir. İzzət və cəlalıma and olsun ki, yalan deyir. Dünyada mənə ümid eləməyib. Dünyada mənə bir an bu ümiddə olsaydı, iş bura gəlib çatmazdı. İndi ki, burada bu ümid yaranır. Bıraxın onu. Ümidinə uyğun davranacam onunla. Bu hədisi mən deyəndə bəziləri deyir ki, yox, ola bilməz. Onda hamı elə olmur da, adam var, qiyamətdə də ümidlənə bilmir. Orada da ümidlənsə, bağışlayar. Ümidlənə bilmir. Qışqırır, bağırır, ümidlənə bilmir. Ümidin qədər, ümidivə uyğun şəkildə sizinlə davranır, bizimlə davranır. Bizim günahımız savabımıza uyğun yox. Biz günah niyə pisdir? Günah ümidi zəiflədir. Günahın təbii bir təsiri budur ki, günahdan sonra insanın ümidi azalır. Ona görə. Günahdan sonra ümid eləmək həyasızlıq deyil, rəhmətə sığınmaqdır. O bilirsiniz, həyasızlıq nədir? Boş şeydir, yox. Bir də var, insan eləyir, nəfs onu aldadır, amma deyir, mən ümid varam ki, sən məni bağışlayacaqsan. Ən böyük günah məyusluqdur ki, o bağışlanmır. Neynəsən də elə, ümidini itirmə, Allah deyir, ümidə uyğun davranacaq. Ümid elə. Bu bir cümləyə inansaq bəsdir Rəcəb ayında. Ya mən ərcuhu li kulli xeyr. Ey Allah ki, bütün xeyirlər ondan gözlənilir.
Bu bir dənə cümləyə inansaq bəsdir. Əl çəkmə xoşu gəlir ki, yox, mənim ümidim var, məni bağışlayacaqsın. Ümidim var. Mən bir dənə söz deyim, yadıma düşdü. Nüdbə duasının əvvəlində belə bir söz var. Deyir ki, sən peyğəmbərlərdən, imamlardan əhd aldın. Və onlar sənə söz verdilər ki, gedib dünyaya insanları hidayət edəcəklər, özləri azğın yola düşməyəcəklər. Və alimtə minhumul vəfa, sən gördün bunlar düz deyirlər. Onları axırlarından xəbərdar elədin. Onları əmin elədin ki, gördün düz söz verdilər. Hələ dünyaya gəlməmiş ruh aləmində. Söz verdilər, sən gördün düz deyirlər, dedin ki, axırız bəlli elədin də axırlarını. Arxain elədin. Onlar imtihana bizim anlamımızda gəlmir, görək nə olacaq. Yox, onlar bilir nə olacaq. Ne üçün? Və alimtə minhumul vəfa. Gördün ki, düz deyirlər. İnandırım sizi, biz də bir dəfə Allaha söz versək ki, bax, Rəcəb ayı daxil olanda ki, mən sənə ciddi söz verirəm. Özünə söykənib yox. Elə öz rəhmətvə sığınıb söz verirəm ki, mən dəyişəcəm. Sözündə düzlük görsə, necə peyğəmbərləri, imamları seçir, Rəcəb ayının birinci gecəsi səni də seçəcək və səni arxain eləyəcək. Və səni elə bir mərhələyə çatacaqsan ki, o arxainlıqdan azğınlaşmayasan. Bircə dəfə ona ümid eləyib, ona arxalanıb, söz versə ki, bax, mən də qutardım, düzəldim mən. Amma ciddi desə, Allah mələklərinə deyəcək ki, bu düz deyir. Bu düz deyir. Bunun aqibətindən özü xəbərdar olacaq. Hansısa yolundan xəbərdar olacaq. Gördü ki, Həzrət Əli düz deyir, anasına dedi ki, Kəbədə dünyaya gələcək bu. Bir adam Kəbədə doğulursa, axırı bəllidir. Kəbənin divarı yarılırsa, doğulursa, vəssalam. Nə qədər sən Quranda təkrar edirsən ki, İnnəkə İnnəllaha ala kulli şeyin qədir. Biz bir dəfə buna inanaq. Allah hər şeyə qadirdir. Yəni mənim kimi biçarə, mənim kimi günahkar, mənim kimi çox pis özümə deyirəm, pis insanı da dəyişməyə qadirsən. Gücün çatar, bacararsan. Sən hətta məni dəyişməyi bacararsan. Və bu məntiqlə Rəcəb ayında Allahla münacat eləsək, bilirəm də bacararsan. Quranda neçə dəfə təkrar deyirsən ki, mən bacararam, bacarığı məndə göstər. Hamı da heyran qalsın, desin, bu dəyişdisə Allah qüdrətlidir doğrudandır. Bu da dəyişdi. Bax, bu inamı Rəcəb ayının əvvəlində Allah bizə aşılayır ki, bu 2 ay və mübarək Ramazan ayında bu inamla Allah qapısına gedək. Ümidvaram ki, Allah... Bilirsiniz, bizim dinimiz ümid dinidir də. Fikir verin, intizar fəlsəfəsi. Axır deyir, İmam Zamanın zuhuru. Bu məlumatı verir Allah insana. Bir oyunu oynayırsan elə bil, axırda deyirsən qalibsən. Görün, nə qədər pozitiv bir dindir bu. Əvvəldən sənə vəd verir ki, sən oynadığın oyunda qalib sənsən. Oyunun axırını oyuncuya xəbər versin, necə olar? Bizdə ümid yaratmaq üçün deyib, bu dünya Allah vədə verir ki, dünya salih qullarına miras qalacaq. Yəni, bu dünyanın sonu şər xeyrə qələbə çalmayacaq. Bunu mən deyirəm. Bu sözə inandın. Artıq dünya dağılsa da həmişə deyirsən, mənə söz veriblər. Bax, sənin ümidini yoxlayır. Onda irad tuturlar ki, belə olsa, onda adam deyər ki, yaxşı olacaq, mən neyim, xeyr. Onsuz da yaxşı olacaq, amma sən də adını yazdır ki, o yaxşı olmağa mən də bu xidmət elədim. Adını bir yerə yazdır. Onda adam həm ümidlənir, həm fəaliyyət göstərir. Allah deyir, mən onsuz da düzəldəcəm. Kim adını yazdırdı, yazdırdı. Hər bir hökmü bu dinin, xüsusən bizim məktəbimizdə ümiddir. Ümidə söykənir. Ona görə də bizim ümidsiz olmağa haqqımız yoxdur. Nə millətimiz haqqında bədbin olmağa haqqımız yoxdur. Müsəlman düzələn deyil, biz bugündəyik filan. Bu şeylər hamısı şeytanın vəsvəsəsidir. Biz düzəlmişik, düzəlmə yolundayıq, bizdən asılıdır, bizim iradəmizdən asılıdır. Biz Allaha sığınaraq boynumuza düşən işləri görsək, biz dünyanın ən öndə gedən nümunəvi xalqına çevrilə bilərik. Bu inam toxumlarını Allah özü səpir qəlblərdə və həm mənəvi, həm ictimai, hər baxımdan bu inkişaf ümidi insanda olmalıdır. Bu boş ümid deyil.
Bu tutarlı ümiddir, dəlillə, sübuta əsaslanan ümiddir. Allah bu ümidi qəlbimizdən çıxartmasın inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Hacətlərimizi rəva elə. Bağışlamamış bizi bu dünyadan aparma. Dünya ahirətimizi abad elə. İbadətlərimizi, naqis əməllərimizi öz böyüklüyündən bizdən qəbul elə. Rəcəb ayının, Şaban ayının, mübarək Ramazan ayının feyzindən bizi binəsib eləmə. Gələn günlərimizi, keçən günlərimizdən xeyirli elə. İltiması dua eləyən, dua istəyənlərin hacətlərini rəva elə. Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların uğrunda canını fəda eləmiş əziz şəhidlərimizi, Xocalı şəhidlərimizin hamısının ruhun bizə duaçı elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu hifz elə. Bayrağımızı dünyanın hər yerində uca elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Verdiyin neymətlərin qədrini bilməyə bizi müvəffəq elə. Verdiyin neymətləri əlimizdən alma. İmam Zaman aleyhissalamın zuhurunu tez elə. Əudu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şana'eke huvel abtar. Sadakallahul aliyyul azim.